Değerli şagirdlər, 104-ə həll edək. Baxın, verilən fiqurda bucaq CAF, yəni baxın bura, çıxılsın DBF, baxın bura, Y çıx X. Bizdən bunu soruşur. Həllinə baxsanız bu cür ifadələrin, baxın, AC BD-yə paraleldirmi? Bəli, paraleldir. Və buna nəzərən, baxın, 120. 120-nin qonşusu neçədir? 60, bəli. Sonra 3x plus 1-in qarşısı elə nəyə bərabər olmalıdır? 3x plus 1-ə, düzdürmü? Və 8x minus 2. O zaman burada 8x minus 2-dir. Fikir versəniz, 3 bucağın daxili bucaqlarını aldıq. Və 3 bucağın daxili bucaqlarının cəmi 180. Yəni 3x plus 1, üstə gəlinsin 60, üstə gəlinsin 8x minus 2 bərabərdir 180. 3x 8x 11x. Bu neçə eləyəcək? Plus 59 bərabərdir 180. Buradan 11x bərabərdir 121. X bərabərdir 11. Aha, deməli, x-i 11 aldıqsa, bu zaman nə baş verəcək? X 11-dirsə, bura olacaq neçə? 34. O zaman burada 34-dür. X 11-dirsə, bura olacaq 86. 86. Onda burada 86-dır. Bəs yaxşı, bura neçə olmalıdır? 34-ün qonşusu neçə olacaq? 146. Aha, 146-nı aldım. Bəs yaxşı, 86-nın qonşusu neçə olmalıdır? Çünki bizdə DF soruşuraq. Deməli, DBF. Bax, bu lazımdır mütləq. 86-nın qonşusu 94. Vəssam, 146 çıxılsın 94. Bu da neçə eləyəcək? 146 çıx 94. 2. Deməli, 52. 52. Deməli, cavab C bəndi.